Süfrəsinin əvəz olunmazı, boranı aşı. Sadə, doyumlu və ruhu isidən bir dad. Bəs siz sevirsiniz boranı aşı? Mənim vazkeçilməz yeməklərimdən biridir. Çox xoşuma gəlir. Əvvəlcə düyünü yaxşıca yuyub təmizləyib, duzlu suda saxlayıram. Qazana isə su əlavə olub qaynamağa qoyuram. Bu arada da buranını təmizləyib kubik formasında doğrayıram. Üzərinə bir xörək qaşığı şəkər tozunu əlavə eləyib gözlədirəm. Suyumuz qaynayandan sonra bir xörək qaşığı duz əlavə eləyirəm. Düyünü əlavə eləyib qaynadıram. Düyü bişəndən sonra suyunu süzürəm. Təzədən qazana əlavə eləyib, üzərinə sarı kök, zirinc, boranını əlavə eləyirəm. Qat-qat formada, bu formada düzürəm. Qazana ən axırda da yağ əlavə eləyib, qapağını bağlayıb 35-40 dəqiqə dəm almasını gözləyirəm. Sonra isə çıxardıb süfrəyə nuş eləyirik. İnanın çox dadlı alınır. Mən bu formada hazırlayıram. Bu reseptlə eləyəcək olan hər kəsə indidən nuş olsun. Videomu da bəyənməyi, abunə olmağı unutmayın.